Qardaşlar, bacılar, biz Nəsimi kinosuna baxıb can yazıq deyə ürəyimiz sızıldayan insanlarıq. İndi siz məni nəyin uğruna təhqir edirsiniz? Siz məni nəyin uğruna alçaldırsınız? Siz məni nəyin uğruna bax belə sıxırsınız, ələ salırsınız? Nəsimi kinosunu bir xatırlayın. Ay qurban olum sizə. Bu mənim başıma gələn, bu tək mənim başıma gəlməyib. Bu tarix boyu çox insanların başına gəlib və o insanları asan, kəsən, cəzalandıran ərəb, fars, o birisi, bu birisi olub. Bizim başımıza ağa olanlar, hakim olanlar, onu susturmağa çalışanlar, bizi əsarət altında kölə eləyən insanlar olub. İstəməyiblər ki, insanlıq oyansın. İndi şükür Allaha, özümüzünkülər də hakimiyyətdə. Görsəniz, susturmurlar. Mən dəli olsam, səy-səy danışsam, ağzıma gələni qatıqlasam, çoxdan buradan tutub apab sürüyüb atarlar içəri. Görürsünüz ki, mənə dəyən yoxdur. Niyə görə? Çünki öz millətimizdir. Rəhbərlikdə oturan, başda oturan da Azərbaycanlıdır. Ərəb deyil, fars deyil, erməni deyil, özümüzünkidir. Və görür ki, mən haqqı deyirəm, düzü deyirəm. Dəymir, lazım olsaydı, aparıb yenə deyirəm, Nəsim kimi dərimi soyardı. Çünki o da Azərbaycanlıdır. Çünki görür ki, mən öz millətimi, xalqımı özümüzə çağırıram. Mən başqa yerə çağırmıram. Mən insanları öz içinə dönməyə çağırıram. Nəsimi dediyi yola çağırıram. Ona görə görürsünüz, siz nə lazımdır? Yəni, siz istəyirsiniz ki, Ərəb xilafəti olsun başımızda, fars olsun, aparsın məni assın, dərimi soysun. Hökumət dəymir, özümüzünkidir, millətdir. Hamısı aydınlanmış insanlardır. Onlar məni başa düşür. Siz məni az qalırsınız, asasınız, kəsəsiniz. Mən Nasosunda qalıram, Arzu Marketin yanında. Hər kəs yer, bu dəqiqə buradayım, Arzu Market, Nasosuna gedəndə yolun sağında. Gəlin qardaş, mən hazıram. İstəyir asan, istəyir kəsən, istəyir nə ürəyi istəyir eləyin. Amma bir düşünün. Bir düşünün də, bir fikirləşin də, nə deyirəm? Baxın da, Füzuliyə bax. Qardaş, sən yəni bu yeri göyü yaradan Allah'tan, qardaş başıma dönüb, bir özümə bax bir dənə. İçimdə nəcis gəzdirən bir şeyəm. Mən Allahın güya ki, Allah qoruyuram. Qardaş, sən Allah qorumursan. Sən Allaha inandığın, səni Allaha inandıran sən deyilsən. İnanmırsan mənə, qurban olum sənə. İnanmırsan, sənə sübut edirəm də, bu suyu götür, buyur. Bax, diqqətli topla da, bir dənə topla. Sən, bax, bu səndə nə varsa, sən buna hakimsən. Bəli, sən buna hakim deyilsənsə, sən özünə hakim deyilsənsə, sənin iddia elədiyin Allah, Allah deyil. Bəli, sən çünki özünə hakim deyilsən, qardaş. Mən bunu necə izah edeyim? Bax, sən Allah'tan danışmağa ixtiyarın yoxdur. Çünki sən özünə hakim deyilsən. Yaxşı, hakimlik necə olur? Bax, götür bu suyu iç. Bax, bu suyu. Diqqəti saxla bu suda. Necə? Bax, bu su buradan gedir aşağı, bax. Onu müşahidə elə. Bu stəkan suyu içsə müşahidə elə. Və fikirlərimə bax. Bəlkə də hər birimizin uşaq vaxtı, bax, belə bir, dində də belə bir şey vardı. Mən də namaz qılanda, yəni insan xəyalından min bir şey keçir, filan bəsməkar. Bəli, bax, o xəyalından keçən şeylər var, ha. Onları sən idarə eləməlisən. Bəli, o sənə tabi olmalıdır. O öz başınadırsa, sən özünə sahib deyilsən. Bəli, sən onlara nizamlamalısan, sən onlara sahib çıxmalısan. Və təəssüf ki, bunu bizə öyrətməyiblər. Mən də bunu demək istəyirəm ki, bəli, bu kafanın içindəki mənsiz ola bilməz. Bu mənsizdirsə, deməli mən burada köləyəm. Mən bunun içində, çünki mən bunları idarə eləyə bilmirəmsə, mən qələt eləyib, murdar ağzıma Allah sözünü gətirə bilməm. Çünki mən öz içimdə köləyəm. İndi sənə sual verirəm. Sən buradakıları idarə eləyə bilirsən? Xeyr, eləyə bilmirsən. Mən də onu sənə demək istəyirəm. İnsanlıq, qardaşım, 95% burada kölədir. Amma Allah'tan danışır. Hansı Allah'tan? Sən öz içində köləsən. Bu sənə, qurban olub sənə tabidir. Sən bunları idarə eləməlisən və bunun qaydası var. Onda insan olacaqsan. İndi isə buradakı dolaşan fikirlər kərtənkələyə məxsusdur. Şeytana. Bunu deyirdi Quran. Bu şeytana sahib çıx. Sən mənə nəyi sübut eləmək istəyirsən? Qurban olum, bunu demək istəyirəm də mən.
Bax da bax qardaş, oxuyuram sənə. Kimdir bax? Sənə mən nə istəyirsən, nə deyim sənə bax. Bax da qəflət yuxusundan o zaman kim oyanıb mən. Söz bayrağı qaldırdım uzaq göylərə yerdən. Güldü nəzərimdə mənim hər elm və hikmət. Gəzdim yol alıb sənət ara xeyli imarət. Füzuli deyib bunu, Füzuli. Bax sözlərə bax. Qəflət yuxusundan o zaman kim oyanıb mən. Söz bayrağı qaldırdım uzaq göylərə yerdən. Güldü nəzərimdə hər elm və hikmət. Gəzdim yol alıb sənət ara xeyli imarət. Məni tanıyanlar bilir. Mən bu qədər savadım olmayıb. Mən bu qədər şey hardan bilirəm? Odur da deyir. Güldü nəzərimdə hər elm və hikmət. Bunu demək istəyirəm də qardaşım sənə. Bunu deyirəm də ay kişi. Ay insan. Bunu deyirəm də ay xalqım. Sən də düşmüsən Allah 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 Allah. Özümüzə sahib deyilik ya kişi biz. Mən bunu deyirəm də sizə.